Salam hörmətli tamaşaçılar, mən Bloger Orxan Şirinli, hər birinizi xoş gördük. Bugün Ağdamın Quzanlı qəsəbəsində Quzanlı Olimpiya İdman Kompleksinin stadionundan sizi salamlayıram. Burada bugün yeni yaranan Ağdam Futbol Klubu ilə Bərdənin Pambıqçı Futbol Klubu arasında yoldaşlıq oyunu keçiriləcək. Həvəskar Liqaya daxil olan Ağdam Futbol Klubu ilk oyununu eləməz yoldaşlıq oyunu çərçivəsində Bərdənin Pambıqçı Futbol Klubu ilə qarşılaşacaq. Birazdan oyun start götürəcək. Oyunun ilk 11'liyi isə belədir. Baş məşqçi Nurlan Quliyevdən aldığım son məlumatları çatdırıram ki, ilk 11'liyə daxil olan futbolçular məhz belədir. Tahir Bayramov, Toğrul Hacıyev, Hilal İmranlı, Fərid Mahmudov, Samir Əzimov, Sərvan Yamənli, Şünasib Edilli, Faiq Mahmudov, Fərid Məmmədov və Kamran və eyni zamanda sonuncu futbolçu Vüsal da ilk 11'liyə düşən futbolçulardır. Ağdam Futbol Klubuna uğurlar arzu edirik. İlk oyunundaca elə qalib inşallah ki Ağdamın yeni yaranan Ağdam Futbol Klubu olacaq. Artıq stadionda insanlar çoxlu təşkil edir, yavaş-yavaş toplaşırlar və yeni yaranan Ağdam Futbol Klubuna öz dəstəyini nümayiş etdirəcəklər bugün. Oyunun şərhçisi mən Orxan Şirinli sizə təqdim edəcəm. Çalışacağım ki, ilk futbol şərhində azacıq da olsa, nöqsanlar olsa da yenə də üzrü sayarsınız. Çalışacağım ki, bu nöqsanlar çox az olsun. Hörmətli tamaşaçılar. Nurlan Quliyev elə zəhmət olmasa Nurlan bəy. Xoş gördük sizi. Yeni yaranan Ağdam Futbol Klubu məhz ilk oyununu Bərdə Pambıqçı klubuna qarşı getirəcək. Yoldaşlıq oyununda nə deyə bilərsiniz? Oyundan gözləntiləriniz nələrdir? Bundan gözləntilərimiz Həsən Soğdakı Ağdama böyük futbol qayıtdır. İnşallah ki, bu davam olacaq. Var da məşqlərlə hazırlaşıqlar. İnşallah ki, qələbə gözləyir. İnşallah oyunumuzu qələbə ilə başlamaq istədik ki, dərəcəyə də davam edəcək. Təşəkkür edirəm. Sizə işinizdə bu çətin peşədə uğurlar arzu edirəm. Ağdam Futbol Klubunun baş məşqçisi Nurlan Quliyev bir neçə il öncə Sumqayıt, Keçlə və Qəbələ futbol klublarının oyuncusu, futbolçusu olub da hal-hazırda baş məşqçi kimi karyerasını Ağdam Futbol Klubunda davam etdirir. Təşəkkür edirəm. Sağ olun. Bəli, hörmətli tamaşaçılar, stadiona insanlar toplaşmağa davam edir. İlk oyundur stadionda azarkeşlər Ağdam Futbol Klubuna öz dəstəyini nümayiş etdirəcək. Birazdan oyun start götürəcək. Hələlik mən Bloger Orxan Şirinli ən son məlumatları sizin üçün çatdırdım. Sağ olun, salamat qalın. Salam hörmətli tamaşaçılar, mən Bloger Orxan Şirinli, hər birinizi salamlayıram. Bugün Quzanlıda, Ağdamın hazırki mərkəzi Quzanlı qəsəbə stadionunda futbol bayramıdır. Bugün yeni yaranan Ağdam Futbol Klubu Bərdənin Pambıqçı Futbol Klubu ilə Həvəskar Liqası öncəsi son yoldaşlıq matçına çıxır. Demək olar ki, stadionda bəlli sayda azarkeş var. Ağdam Futbol Klubu yeni yaranan bir klubdur. Baş məşqçi Nurlan Quliyevin başçılığı ilə inşallah çox gözəl bir yerlərə də gəlib çıxacaq. Mən istərdim ki, məhz Ağdam Futbol Klubunun ilk 11'liyinə daxil olanları sizin diqqətinizi çatdırım. Məhz ilk 11'likdə Tahir Bayramov, Toğrul Hacıyev, Hilal İmranlı, Fərid Mahmudov, Samir Əzimov, Sərvan Yamənli, Şünasib Edilli, Faiq Mahmudov, Fərid Məmmədov, Kamran və Vüsal olacaq. Hörmətli futbol azarkeşləri, baş hakim oyunu start fikrini səsləndirdi. Uğurlar Ağdam Futbol Klubu.
Güclü olan qazansın deyək. Şinasib. Samir Əzimov irəliləyir. Samir Əzimov pasını ötürdü. Top yenidən Ağdam Futbol Klubunun oyuncusundadır. Samir Əzimov topu oyuna daxil edəcək. Qarşıda Bərdə Futbol Klubunun bir oyuncusu var idi, amma Ağdam Futbol Klubunun futbolçusu, yarı müdafiəçisi ondosu topa nəzarət etdi. Və indi Ağdam Futbol Klubunun atağı davam edir. Bərdə Futbol Klubunun 11 nömrəsi top ötürdü öz həmkarına və elə özü də irəliləyir. Amma Tahir topu qarşıya ötürür. Bərdə Pambıqçı Futbol Klubunun futbolçusundan topu aldılar. Vüsal. Nəsə orada Bərdə Futbol Klubunun futbolçusunda bir narahatçılıq hissi olundu, amma sonradan artıq ayağa qalxdı. Samir Əzimov. Tahir Bayramov irəliləyir. Tahir Bayramov ötürməsini etməliydi Samir, amma Pambıqçı Futbol Klubunun futbolçusu zərərsizləşdirdi. İndi Ağdam Futbol Klubunun üzvü ötürməsini etdi, amma yenə də hücum davam edir deyəcəkdim, amma hal-hazırda hücum Pambıqçı Futbol Klubunun futbolçuları tərəfindən davam elətdirilir. Toğrul Hacıyev. Pambıqçı Klubunun hücumu davam edir. Rəqib komandanın hücumu davam edir. Hələ də zərərsizləşdirdilər. Bəli, hakim deyir ki, ayağa qalx, heç nə yoxdur. Haydi! Offside. Artıq stadiona çox saylı azarkeşlər gəlməkdə davam edir. Mənim durduğum istiqamətlə də çox saylı azarkeşlər var. Elə mən futbolda yaranmış fasilədən istifadə göstərmək istəyirəm. Bəli, Tahir Bayramov. Samir ötürəcəkmi? Bəli, Samir Əzimov ötürdü. Bəli, Vüsal. Tahir Bayramov onların hücumunu zərərsizləşdirməyi bacardı. Hal-hazırda ən çox yadda qalanlardan Tahir Bayramov və Samir Əzimovu mən misal çəkə bilərəm. Ən yaxşı oynayanlar sırasında. Hal-hazırki dəqiqəyə qədər. Tahir Bayramov. Sərvan Yamənli. 17 nömrəli rəqib komandanın hücumu davam edir, amma Ağdam Klubunun yarı müdafiəçisi zərərsizləşdirdi. Zənnimcə bu Faiq Mahmudovdur. Bəli, Faiq Mahmudov. Bərdə Klubunun hücumu davam edir. Yan xəttdən, outdan topu oyuna daxil elədi. 10 nömrəli oyuncu, amma hakim oyunu saxladı. Hakim oyunu saxladı. İndi çox belə təhlükəli zərbə adlandırmaq olar. Oradan
qapıya atılan zərbə qolla nəticələnə bilər. Əgər çox iti davransa Bərdə Futbol Klubunun futbolçuları Hilal İmranlı topu qapıya daxil olmasına əngəl oldu və yan xəttdən Bərdə Futbol Klubunun futbolçusu oyuna daxil edəcək. Ağdam klubunun futbolçusu yerə yıxıldı və cərimə zərbəsi həmən yerinə yetirildi. Faiq Toğrul Hacıyeva ötürdü. İndi Toğrul Hacıyev ötürməsini etdi. Kamrana səhv etmirəmsə Kamrandır bu. Amma nəticə olmadı bu hücumdan da. Hörmətli tamaşaçılar, Ağdam Futbol Klubunun ehtiyat oyuncular skamyasında əyləşənlər arasında Rəhman Məmmədov, Qalib Əzimzadə, Rəşad Kamalzadə, Rauf Mehdiyev, Habil Hüseynov, Rəmzi Cabbarov, Polat Həsənzadəni adlarını qeyd etmək istəyirəm. Onlar da ehtiyat oyuncular skamyasında əyləşiblər. İndi hal-hazırda meydançanın sol cinahında Bərdə Futbol Klubunun futbolçusu zədələnib. İndi ona yardım göstərilir. Görə ayağa qalxa biləcəkmi? İndi fürsətdən istifadə baş məşqçi Nurlan Quliyev öz futbolçularına son təlimatlarını verir. Oyunda qısa fasilə yaranıb, amma Bərdə klubunun futbolçusu, zədələnən oyuncu ayağa qalxır, görə oyunu davam elətdirə biləcəkmi? Hakim oyunun kənarında tibbi müdaxilənin aparılmasını göstərişini verdi. Oyun davam edəcək. Oyun davam edəcək. Bəli, baş məşqçi Nurlan Quliyev fasilədən istifadə etdi və son təlimatlarını oyuncularına verdi. Təcrübəli baş məşqçi Nurlan Quliyev. Təbii ki, bu yaranan fasilə oyunun sonunda bir neçə dəqiqənin artırılmasına səbəb olacaq. İndi görək hakim, oyun yenidən başladı. Oyun yenidən başladı, amma ötürməsi düzgün olmadı. Yan xəttdən topu oyuna Ağdam Futbol Klubunun 2 nömrəli oyuncusu Toğrul Hacıyev daxil etdi. Kamrandan 4 nömrəli oyuncuya pas ötürməsi dəqiq alınmadı. Bəli, hücum davam edir. Amma orada tək idi. Heç nə edə bilmədi. Toğrul Hacıyev. Bəli, hücumumuz davam edir. Rəqib komanda bəlkə də Ağdam klubunun bu qədər dirənişli, güclü olacağını gözləmirdi, amma nəticə itibarilə üstünlük Ağdam klubundadır.
Bəli, hücumumuz davam edir. Hakim offside bayrağını qaldırdı. Bu hücumdan da bir nəticə hasil olmadı, dəyərli futbol həvəskarları. Təbii ki, ilk oyundur, ilk yoldaşlıq maçıdır. Həvəskar liqası öncəsi bu ilk oyundur. Komanda olaraq Ağdam Futbol Klubu yeni yaransa da İrəliyən dəqiqələrdə əllə oyun var idi orada. Zənnimcə əllə oyun var idi. Hörmətli tamaşaçılar, oyun davam edir hər halda. İndi Bərdə Futbol Klubunun hücumu başlayır, amma qapıcı Hilal İmranlı. Hilal, topu tutmaqdansa niyə qabağa ötürdün? Bərdə klubunun hücumu davam edir. Hilal, qapıcı Hilaldan möhtəşəm qurtarış. Bərdə klubunun oyuncusu çox yaxın idi ona. Amma təcrübəli qapıcımız bu işin öhdəsindən gəlməyi bacardı. Hörmətli tamaşaçılar, bir daha qeyd edək ki, Ağdam Futbol Klubu Həvəskar Liqada çıxış edir. Məhz E qrupunda, Həvəskar Liqanın E qrupunda çıxışını davam etdirəcək Ağdam Klubu. Bu yoldaşlıq maçıdır, amma E qrupunda Beyləqan Futbol Klubu ilə, Füzuli Futbol Klubu ilə, Mərcanlı, Aran Beyləqan və Ağcabədi Futbol Klubu ilə qarşılaşacaq. E qrupunda məhz Ağdam Futbol Klubu. Bərdə klubunun hücumu davam edir. Hilal İmranlı yerindədir və topu oyuna daxil etdi. Hilal İmranlı. Hücumumuz davam edir. Samir Əzimov. Samir Əzimovdan gözəl pas. Vur! Çox təəssüf. Çox təəssüf. Bu hücumdan kəsərli bir nəticə əldə etmək olardı, amma çox təəssüf. Çox təəssüf. Çox gözəl bir ötürmə idi. Gözəl nəticələnə bilərdi, amma alınmadı. Toğrul Hacıyev topu oyuna daxil etdi. Az öncə hakimin qərarı ilə o doğru topu oyuna daxil etməmişdi. Ona görə də bu səfər düzgün. Səhvini düzəltdi, düzgün atdı. Ağdam klubunun hücumu davam edir, amma İndi rəqib komanda qarşıya bir top atdı. 4 nömrəli Ağdamın oyuncusu çox əzmkar mübarizə aparır. Onun da fəaliyyətini yüksək qiymətləndirmək olar. Toğrul Hacıyev ötürməsini etdi. Qapıcı Hilal İmranlıya. Yenidən Toğrul Hacıyev. 6 nömrəli oyuncu. İndi baş hakim Ağdam klubunun 4 nömrəli oyuncusuna şifahi xəbərdarlığını edir ki, belə oynamaq olmaz. Hardasa kritik bir nöqtə adlandırmaq olar. Bərdə klubunun, məhz Pambıqçı Futbol Klubunun 44 nömrəli oyuncusu
birbaşa qapıya mı atacaq, yoxsa pas mı verəcək, indi onu biləcəyik. Bəli. Pas ötürdü, amma Hilaldan möhtəşəm qurtarış. Teşekkürler Hilal İmranlı. Hətta onun bu qurtarışını stadionda olan azarkeşlər də yüksək qiymətləndirdi və alqışladılar. İndi qapçımız Hilal İmranlı topu oyuna daxil edəcək var qüvvəsi ilə qarşıya ötürdü. 10 nömrəli oyuncumuz ötürməsini etdi başla. Hər ikisi başla ötürdü. İndi Pambıqçı Futbol Klubunun hücumu davam edir. Görək nə ilə yadda qalacaq. Ay. Biraz da zədələndi sanki. Amma hücum davam edir. Bəli, 4 nömrəli oyuncu ötürməsini etdi. Vay. Servan Yamənli idi az öncə ötürməsini etdiyi. 10 nömrəli oyuncudan qapıya zərbə adlandırmaq olmazdı. Təbii ki, bunu qapıya zərbə adlandırmaq olmazdı. Hörmətli tamaşaçılar, Ağdam klubunun gözəl bir oyuncusu da var. Hansı ki, Sadiq Zeynalov hal-hazırda bugünkü oyunda iştirak etmir, amma Həvəskar Liqanın E qrupunda öz iştirakını davam etdirəcək məhz. Bəlkə də ilk 11-likdə də gördük Sadiq Zeynalovu. O da mənim bəyəndiyim oyunculardan biridir Sadiq Zeynalov. Amma ehtiyat oyuncular skamyasında da Ağdam klubunun güclü oyuncuları var və onlar da oyuna daxil olacaqlar. İrəliyən dəqiqələrdə onlar da daxil olacaqlar. Onlardan misal kimi Rəşad Kəmalzadəni, Rauf Mehdiyevi və Polad Həsənzadənin adlarını qeyd etmək istəyirəm. Rəmzi Cabbarov bugünkü oyunda iştirak etmir. Ağdam klubunun ehtiyat oyuncular skamyasında olan bir qapçısı da var, Rəhman Məmmədov da ikinci qapçı kimi ehtiyat oyuncular skamyasında gözləyir. Yəni yoldaşlıq oyunu nəzərə alsaq, ikinci hissədə məhz Hilal İmranlı yerini ona təhvil verə bilər, hörmətli izləyicilər. Bəli, qapçı Hilal İmranlının gözəl kurtarışları. Hal-hazırda topu oyuna kim daxil edəcək? İndi buradan görmürəm o qədər də yaxından ki, adını qeyd edim. Hər halda güclü zərbə ilə topu oyuna daxil etdi. 18 nömrəli oyuncu. Toğrul Hacıyev indi hal-hazırda ötürdü ona. Toğrul Hacıyevə, Toğrul Hacıyevdən 18 nömrəli oyuncuya, daha sonra yenə Toğrul Hacıyev. Çox cəld oyuncudur Toğrul Hacıyev. Çox da gözəl oynayır həqiqətən də. Bugünkü oyununu müsbət qiymətləndirmək olar Toğrul Hacıyevin. Həqiqətən də meydançanın sol cinahında demək olar ki, bütün Bərdə klubunun futbolçularını zərərsizləşdirməyi bacarır. Məhz Toğrul Hacıyev. İndi qapıdan zərbə olacaq və zərbəni qapçı Hilal İmranlı yerinə yetirəcək.
Qapçı Hilal İmranlı zənincə topu hazırlaşır ki, qarşıya ötürsün. Bəli, elə də oldu. İndi Bərdə klubunun üzvü, futbolçu başı ilə qarşısını almışdı indi. Vay 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 vay. Sarı kart çıxacaq. 7 nömrəli Ağdam futbol klubunun oyuncusu zədələnir və baş hakimin qərarı ilə 44 nömrəli Bərdə futbol klubunun üzvü sarı kartla cəzalanır. İlk sarı kart Pambıqçı futbol klubunun 44 nömrəli oyuncusuna gəldi. Hörmətli azarkeşlər, oyunumuz davam edir. Baş məşqçi oyunu razıdırmı Nurlan Quliyev? Oyunun gedişatından razıdırmı? O da məyusdur. İlk 25 dəqiqədə hələ də qol yoxdur. İlk 25 dəqiqədir oyun davam edir. Beş nömrəli Tahir Bayramov aman vermədi Bərdə futbol klubunun futbolçusuna ki, nəsə orada bir təhlükəli vəziyyət yaransın və ona görə də baş zərbəsi ilə topu oyundan uzaqlaşdırdı. İndi küncdən zərbə olacaq. Bərdə futbol klubunun futbolçusu topu oyuna daxil edir. Qapıya doğru ötürmə və Hilal yerindədir. Halal olsun Hilal. Çox gözəl oynayır hal-hazırda. Oyunun ən yaxşılarındandır. Hilal İmranlı və Toğrul Hacıyev. Samir Əzimova pas ötürüldü. Samir Əzimov. Küncdən zərbə qazandırdı indi Samir Əzimov məhz Ağdam klubuna. Gol ola bilərdi. Çox təəssüf. Sərvan, Samir Əzimov. Samir Əzimov, Fərid. Səhv etmirəmsə Fərid Məmmədov idi bu. Şünasib edilli idi, səhv etmirəmsə. İndi səhvimi düzəldirəm, əlimdəki vərəqə baxdım. Şünasib edilli idi. İndi cərmə zərbəsi yerinə yetirəcək Ağdam klubu. İndi yan xəttdən topu oyuna Bərdə klubunun 6 nömrəli oyuncusu daxil edəcək. Az öncə Ağdam klubunun çox riskli bir hücumu oldu və həqiqətən də oyunun ilk dəqiqələrində yaxşı təsir başlayır, amma indi meydançada çox az görsənir. Sərvan Yamənli, Samir Əzimov, Fərid Məmmədov ötürməsini edə bilərdi vaxtında, amma cərmə zərbəsi yerinə yetirəcək. Fərid Məmmədovu indi yıxdı. Bərdə futbol klubunun səhv etmirəmsə 6 nömrəli oyuncusuydu.
Tahir Bayramov topu oyuna daxil edəcək. Birbaşa qapıya mı yoxsa pas mı ötürəcək? İndi onu biləcəyik. Görək nə qərar verəcəklər Sərvanla birlikdə. Sərvan gözəl. Çox təəssüf. Çox sayılı azarkeşlər izləyir demişdim. Top qapıdan keçdi, amma yan xət həkiminin bayrağı qalxmışdı artıq. İndi Hilal İmranlı çox çevik topu tutdu. Kim ötürəcək? Qarşıya ötürdü. Fərid Mahmudov. İndi güzel gol. Çox gözəl. Qapıya doğru zərbə indirmişdi, amma qapıdan azacıq yan keçdi bu onun zərbəsi. Amma bu bir oyuna stimuldur ki, qarşıda bizi gol gözləyir. Künc zərbəsi yerinə yetirəcək məhz Ağdam klubu. Vur! Çox təəssüf. Biraz zərbə güclü olsaydı o top qapıdan keçərdi. Amma nədənsə çox zəif bir zərbə atdı. Oyunda 1000'e yaxın azarkeş var demək olar hal-hazırda Quzanlı Qəsəbə stadionunda. Məhz Quzanlı Olimpiya İdman kompleksinin stadionunda məhz 1000'e yaxın azarkeşin olduğunu bildirə bilərəm hal-hazır ki, həm mən istiqamətdə, həm də qarşımızdakı stadion oturacaqları olan istiqamətdə xeyli azarkeşlər var. Hələ də gəlməkdə davam edir stadiona azarkeşlər. Bəli, belə-belə artıq Quzanlıda da futbola maraq yaranacaq. Məhz bu marağın yaranması üçün baş məşqçi Nurlan Quliyev, məhz Ağdam Futbol Klubunun yaradıcısı Nurlan Quliyev belə bir qərar verdi ki, ikinci komandanın, məhz Ağdam Futbol Klubunun yaranmasına ehtiyac var ki, hal-hazırda Quzanlıda və ətraf bölgələrdə də futbol inkişaf etsin. Azarkeşlər də elə Ağdam klubuna dəstək olmaq üçün gəlsinlər. İndi Bərdə klubunun oyuncusu çox akrobatik bir hərəkətlə yadda qaldı. Hal-hazırda 77 nömrəli oyuncu. Qapıya zərbə, amma zərbə kəsərli olmadı. Artıq oyunun sona çatmasına, əsas vaxtın bitməsinə daha doğrusu 8 dəqiqə vaxt qalıb. İndi hakim müəyyən vaxtlarda oyunda fasilə yaranmışdı. Görək neçə dəqiqə əlavə edəcək məhz oyunun birinci hissəsinə. Samir Əzimov, Sərvan Yamənli, çox çevik oynayır o da. İndi cərmə zərbəsini Sərvan Yamənli mi yoxsa Tahir Bayramov mu yerinə yetirəcək? Tahir Bayramov ötürdü.
yan xətt hakimi qapıdan zərbə dedi. Fərid Mahmudov, Sərvan Yamənli, İki dənə Fəridimiz var. Məhz Ağdam klubunda biri Fərid Məmmədov, biri də Fərid Mahmudovdur. İndi Bərdə futbol klubunun 77 nömrəli oyuncusu topu birbaşa qapıya göndərdi. Hilal İmranlı yerindədir yenə Hilal İmranlı. Bugün ən yaxşılardan biridir Hilal İmranlı. Çox gözəl qurtarışları oldu birinci hissə boyunca. Təşəkkürlər. Faiq idi, səhv etmirəmsə o. Faiq Mahmudov. İkinciden zərbə yerinə yetirəcək Bərdə Futbol Klubunun üzvləri. Bu gün zərbəsi nə ilə yadda qalacaq? Bəli, dəf etməyə bacardı Ağdam Futbol Klubunun yarım müdafiəçiləri. Bəli, imkan vermədi. Künsdən zərbə olacaq. Bərdə Futbol Klubunun, məhz Pambıqçı Futbol Klubunun hücumu davam edir. Oyunun sonlanmasına 3 dəqiqə qalıb. Əsas vaxtın bitməsinə 3 dəqiqə qalıb, hörmətli azarkeşlər. 5 nömrəli oyuncu Tahir Bayramov hal-hazırda topu oyuna daxil edəcək. Yəqin ki, qüvvətli zərbə ilə qarşıya doğru bir bəli. İkinciden zərbə olacaq. Hilal İmranlı topu oyunda saxlaya bilmədi. Eybi yox. Olsun. Hilal İmranlı indi hal-hazırda topu oyuna daxil edəcəkdir. Demişdim ki, Tahir Bayramov bu vəzifəni yerinə yetirdi.
Haydi. Yan xətdən top oyuna Sərvan Yamənli daxil etdi. Top elə özündədir, indi pas ötürdü. Görək nə ilə nəticələnəcək bu hücum. Bərdə Futbol Klubunun hücumu hal-hazırda başlayır. 15 nömrəli oyuncu topu ram etməyi bacardı həqiqətən də və indi yan xətdən topu oyuna Bərdə Futbol Klubunun üzvləri daxil edəcək. Pambıqçı Futbol Klubu. Birinci hissəyə heç bir dəqiqə əlavə olunmadı, amma halbuki birinci hissədə fasilə olmuşdu. İkinci hissədə hörmətli tamaşaçılar görüşənə dək mən bloger Orxan Şirinli birinci hissəni sizə təqdim etdim. İkinci hissədə nələr olacaq, kim qalib gələcək, irəliyən dəqiqələrdə yenidən davam edəcəyik. Bəli, ikinci hissə artıq başladı. Hörmətli futbol azarkeşləri. Qeyd edim ki, məhz əfsanəvi kəşfiyyatçı Xanı Əhmədovun xatirəsinə həsr olunur bu yoldaşlıq oyunu. Qapıcı Hilal İmranlı yerindən çıxmışdı, amma müdafiəçilər imkan vermədi ki, orada hər hansı bir təhlükə yaransın. İndi Tahir Bayramov top oyuna daxil edəcək. Birinci hissə qarşılıqlı hücumlar şəraitində keçdi, amma qapılara qol vurulmadı. 1-2 təhlükə yarandı qapılar arasında, amma o da belə kəsərli bir hücum adlandırmaq olmazdı. İndi hal-hazırda Ağdam klubunun 21-23 nömrəli oyuncusu daxil olub. Əvəz etmə olubdu oyunda. Amma necə deyərlər, çox belə aktiv iştirak edir hər iki. Cərmə zərbəsi olacaq. Doğrusu Nurlan Quliyev də oyuna daxil olub. O da artıq oyuncular arasındadır. Görək Nurlan Quliyevin məhz oyuna daxil olması nə ilə nəticələnəcək? Doğrudan da bu sözü demişdim ki, çox gözəl bir pas ötüdü Nurlan Quliyev və çox kəsərli bir hücum idi. Direkdən döndü top. Həvalaydı. Alqışlar da azarkeşlər tərəfindən gəldi. Oradan da gözəl bir hücum idi. Sərvan
başa-baş demək olar ki, mübarizə şəraitində gedir oyun. Yəni hər iki komanda da başa-baş oynayır. Yan xətt hakimi ofsayd bayrağını qaldırdı. İndi nə qədər azarkeşlər bununla da razı olmasalar da, yəni qayda belədir. Hücumun qarşısı alındı. Amma qaydalara uyğun olaraq ofsayd varsa bunu bildirmək lazımdır. İndi Nurlan Quliyev zədələnir hal-hazırda. On nömrəli oyuncu Nurlan Quliyev az öncə zədələnmişdi. Hakim indi oyunu dayandırdı və hər şey qaydasındadır. Tahir Bayramov topu var qüvvəsi ilə qarşıya ötürdü. Qapçı yerindədir. İndi Ağdam klubunun hücumu davam edərdi, amma imkan vermədilər. Yenə Ağdam klubunun futbolçusu Samir Əzimov indi topu yan xəttdən oyuna daxil edəcək. Nurlan Quliyev. Nurlan Quliyevdən gözəl hərəkətlər. Ötürməsi. Tahir Bayramov. Sərvan Yamənli qarşı ötürdü. İndi hücum davam edir Ağdam klubunun. Fərid Mahmudov gözəl ötürdü. Penaltı gözləntisi var idi, amma hakim dedi ki, qalx ayağa. Tahir Bayramov. On 18 nömrəli oyuncu top istədi, verdilər. 11 nömrəyə ötürdü, amma ofsayd olacağını hesabladı və qabağa doğru getmədi. Nurlan Quliyev ilerleyir. Hal-hazırda Nurlan Quliyev ötürməsi çata bilmədi. Çox təəssüf. Gözəl bir hücum alına bilərdi, amma topa yetişə bilmədi. 14 nömrəli
oyuncu. Əl dəymədi. Yox, əl yox idi. Əl yox idi. Düz qarşımda baş verdi. Ələ dəyməmişdi. Tahir Bayramov! Topun qapıdan keçməsinə imkan vermədi Tahir Bayramov. Əhsən Tahir Bayramova. Hilal İmranlı topu dəf etmək üçün çıxmışdı. Qapı boş qalmışdı amma Tahir Bayramov. Halal olsun. Doğrudan da gözəl oyun nümayiş etdirdi Tahir Bayramov. Yoxsa əks halda 1-0 irəli keçmişdi Bərdə Futbol Klubu. Samir Əzimov, Faik, Fərid, Sərvan ötürməsini etdi. Davam edir hücumumuz. Hələ də davam edir amma yıxıldı Bərdə Futbol Klubunun futbolçusu, amma Samir Əzimov təhlükəsiz şəkildə topu oyuna daxil etdi. Yəni qaydalar çərçivəsində. Nurlan Quliyev'indi. Görək nə edəcək Nurlan Quliyev. Əla. Fərid Mahmudov ötürdü indi 14 nömrəli oyuncuya. Yenidən Nurlan Quliyev. Fərid Mahmudova gözəl bir pas ötürdü. Nurlan Quliyev görək nə ilə nəticələnəcək. Top qapıdan yan keçir. Əla hücum idi amma. Gəlin etiraf edək ki, çox əla bir hücum idi. Baxmayaraq ki, nəticəsiz qaldı, amma gözəl bir hücum idi. İndi komandamızın üzvü topu oyuna daxil etdi. Faik. Faikdədir top. Ötürdü qarşıya. 11 nömrəli oyuncusu imkan vermədilər ki, irəliləsin. İndi hal-hazırda Sərvan. Nurlan Quliyev. Nurlan Quliyev çox vacib bir əhəmiyyətli yerdən cərmə zərbəsi qazandırdı öz klubuna. Kim vuracaq? Nurlan Quliyev mi vuracaq? Məncə özü birbaşa qapıya doğru zərbə indirsə daha yaxşı olar. Onun belə istiqamətdən qolları var. Azarkeşlər də qola səsləyir. Ay. Qapının çox az yanından keçdi top. Doğrudan da Nurlanın atdığı bu cərmə zərbəsi qolla nəticələnə bilərdi. Çox azacıq yandan kənara çıxdı top. İndi hücumumuz davam edir. Sərvan. Fərid Mahmudova ötürdü, amma Fərid topu saxlaya bilmədi. Çox təəssüf. Saxlasaydı haradasa hücum daha kəsərli olardı. Eybi yoxdur. Oyun davam edir. Qarşıda bizi nə gözləyəcək bilmirik.
Faiq çox əzmkarcasına mübarizə apardı orada. Küncdən zərbə indi. Yaxşı qutardı. Bəli, ikinci hissədə 15 dəqiqədir oyun davam edir. Hardasa 15-18 dəqiqə. Tahir Bayramov top çıxdı. Hələ ki qapılara qol vurulmayıb yoldaşlıq oyununda. Əfsanəvi kəşfiyyatçı Xanı Əhmədovun xatirəsinə həsr olunmuş yoldaşlıq oyununda hələ ki qapılara qol vurulmuyor. Nurlan Quliyev küncdən zərbəni yerinə yetirəcək. Vay. Gözəl bir zərbə idi. Bu da qapının sol cinahından kənara çıxdı. İndi Pambıqçı Futbol Klubunun zədələnən oyuncusu var. İndi hal-hazırda oyuna kim daxil olacaq onlardan? Səhv etmirəmsə, əvəzlənmə olacaq. Bəli, oyun bərpa olundu indi hal-hazırda. Faiq. Hələ ki qapılara qol vurulmayıb. Qapıya doğru gözəl bir pas ötürüldü, amma nəticəsiz oldu. Nurlan Quliyev yoxla. Nurlan Quliyev özü qapıya doğru zərbə indirsəydi daha yaxşı olardı. Amma rəqib komandanın oyuncuları imkan vermədi. Onu da nəzər almaq lazımdır. Haydi Tahir. İmkan vermədi. Sağ ol Samir Əzimov. Samir Əzimov topu qapıdan keçməyə imkan vermədi. Amma səhv etmirəmsə oyunda offside da var idi. Bəli. Faiq zədələndi. Faiq Mahmudov. Rəşad Kəmalzadə girdi meydana. İndi Bərdə klubun hücumu davam edir. Gol qapımızdadır. 1-0.
Pambıqçı Futbol Klubu hesabı açtı. 1-0. Bəli, Ağdam Futbol Klubunun 14 nömrəli oyuncusu ötürdü Sərvan Yamənliyə. Fərid Mahmudov topu qəbul edə bilmədi. Çünki Bərdə klubunun müdafiəsi güclüdür. Həmən topu ram etməyi bacardılar. Küncdən zərbə olacaq. Nurlan Quliyev küncdən zərbəni yerinə yetirəcək. Hal-hazırda 1-0 geri düşüb Nurlan Quliyevin komandası. Azarkeşlər daha fəal olmalıdır. Çünki hesabda geridəyik. Bir dənə də küncdən zərbə olacaq zənnimcə. Bəli. Nurlan Quliyev ikinci küncdən zərbəni yerinə yetirəcək hal-hazırda. Çox ehtiyacımız var hesabı bərabərləşdirməyə. O vacib qolu vurulmalıdır. Amma indi Bərdə klubu hücumunu davam elətdirir. Samir Əzimov onun sürətinə çatdıra bilmədi. Çox təəssüf. Amma bu hücum kəsərli olmadı. Qapçımız Hilal İmranlı topu oyuna daxil edəcək. Həmən daxil etdi çünki bizim bərabərlik qoluna ehtiyacımız var. Sərvan Yamənli indi baxa nə qərar verəcək? Ötürdü 14 nömrəli oyuncu. Sərvan əlinə dəydi, bəli, bəli. Amma baş hakim oyna dedi. Samir Əzimov, Tahir Bayramov. Rəşad Kəmalzadə 8 nömrəli oyuncu doğrudan da 2 futbolçunu alada bildi. İndi yenə 8 nömrəli oyuncu Pambıqçı Futbol Klubunda. Rəşad Kəmalzadə ötürdü. Nurlan Quliyev Sərvanı ötürsə, amma sağ cinaha ötürdü. Sərvan Fəridə gözəl bir pas. İndi azarkeşlər də coşub gol istəyirlər təbii ki. Onlar da gol istəyirlər. Hesabın bərabərləşməsini istəyirlər. İndi görən qalan vaxtda nə olacaq? Çox sərt bir ayaq zərbəsi indirmək istəyirdi. Amma hakim oyunu dayandırmadı bu sərtliyə rəğmən. Tahir Bayramov topu qarşıya vurdu, amma yenə də hələ də Bərdə klubun hücumu davam edir. 17 nömrəli oyuncu. Amma yaxşı ki top qapının üzərindən getdi. Əvəz etmə var. Bərdə Pambıqçı Futbol Klubunun 2 oyuncusu əvəz etmədə, hal-hazırda gözləmədədir. Biri dəyişir. Digər 8 nömrəli oyuncu da meydançanı tərk edir. Yox, su içir. O biraz təhlükəli oyuncudur, elə onun getməsini əslində istəyirdik. Amma oyunu davam elətdirir. Bəli. 17 nömrəli oyuncu əvəzlənir.
Bərdə Futbol Klubunda. Oyun isə başladı artıq. Qaldığı yerdən davam edir oyun. 17 nömrəli oyuncusu meydandadır. Bəs o çıxan kim idi? Yəqin 11 nömrəli oyuncusuydu. Nurlan Quliyev indi. Təbii ki, komandası geridədir. 1-0 hesabı ilə biraz əsəblər tarıma çəkilib, amma hələ hər şey son deyil. Tahir Bayramov topu oyuna daxil elədi. Vaxt uzatmaqla məşğuldur indi Pambıqçı klubunun qapıçısı. Samir Əzimov da oradan da çox belə əzmkar mübarizə apardı bugünkü oyunda. Tahir Bayramov indi hal-hazırda. Kim ötürəcək? Rəşad Kəmalzadə. Bəli, oyundadır. Top bizdədir hələ ki. Sərvana ötürmüşdü, amma biraz sərt ötürmə idi bu. Sərvan ona çata bilməyəcək deyən heç hərəkət də etmədi yerindən. Fərid. İndi biraz Pambıqçı Futbol Klubunda özünə inam artıb, çünki hesabda irəlidədirlər hal-hazırda. Oyunun bitməsinə də çox az qalıb. Görək nəticə necə olacaq. İndi Nurlan Quliyev. Gözəl bir pas Nurlan Quliyevdən, amma çata bilmədi. 18 nömrəli oyuncu Fərid Mahmudov. Tahir Bayramov. Nurlan Quliyev ötürməsini etdi. İndi gözəl. İrəliyə pas 11 nömrə. Çox heyf. Əgər topu ayağında ram edə bilsəydi, bərabərlik qolunu vurardı. Amma baxaq görək. Hələ ki, vaxta az qalsa da var. Görək necə olacaq. İndi 10 nömrəli Nurlan Quliyev birbaşa qapıya mı, yoxsa pas mı ötürəcək, indi biləcəyik. Amma Nurlanın dediyim kimi, az öncə də dediyim kimi qolu var belə nöqtələrdən, bəlkə sürətli. Ooo! Vay 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 vay, nəyi itirdik biz? Nəyi itirdik biz, bəli. Mən boş yerə demədim, Nurlan Quliyev belə güclü zərbələri var idi, amma atdığı zərbə də gözəl, sərt bir zərbə idi, amma qapıçı ram elədi. Düzdür, əlində saxlaya bilməsə də biraz zədə aldı, amma oyunu davam elətdirəcək. Yox, oyunu davam elətdirə bilməyəcək Pambıqçı Futbol Klubunun qalkiperi. Bugün məhz stadiona həqiqətən də çox sayılı azarkeşlər gəlmişdi.
Amma bu qədər azarkeşə dəstəyə baxmayaraq çox təəssüf ki, Bərdə Pambıqçı Futbol Klubunun futbolçuları hesabı 1-0 edə bildilər. Sonlara yaxın görək nə olacaq. Bəli, oyun bərpa olunur. Rəşad Kəmalzadə. Rəşad. Nurlan Quliyev. Nurlan Quliyev. İndi yan xəttdən topu oyuna daxil edəcək. Nurlan Quliyev. Ötürməsini etdi. Bəli. Yox, bu hücumdan da bir nəticə əldə etmək olmadı. Tahir Bayramovdan gözəl bir həmlə. İndi 11 nömrəli oyuncu. Gözəl, amma qapçı müdaxiləsi topun qapıya getməsinə imkan vermədi. Biraz daha qüvvətli atsaydı, bəlkə də top qapıdan keçərdi. İndi küncdən zərbəni Nurlan Quliyev yerinə yetirəcək. Bu bərabərlik qolu hava su kimi lazımdır Nurlan Quliyevin komandasına. Bəli. İndi Tahir Bayramov topu meydançada saxlaya bilmədi. İndi outdan topu oyuna Pambıqçı Futbol Klubunun futbolçusu daxil elədi. 4 nömrəli oyuncuya atdı. İndi 10 nömrəli oyuncu zənnimcə o da blogerdir, Bərdəli bloger. İndi adı xatirimdə deyil. Nurlan Quliyev. Gözəl pas, amma qapçı yenə qarşıya çıxdı. Vaxtında çıxdı, topu tutdu. Bəli. Hakim tez başla dedi. Vaxtında ötürmək lazımdır. Elə də elədi. Amma düzgün ötürmə değildi bu. İndi Tahir Bayramovdadır top. İrəli ötürmə. Gözəl. Vaxtında ötürdü Nurlan Quliyevə. Haydi Nurlan. Haydi Nurlan. Çox təəssüf. Bu hücum da nəticəsiz başa çatdı. Hörmətli futbol azarkeşləri. Xatırladaq ki, 19 apreldə E qrupunun oyunu başlayacaq. Nurlan Quliyevin komandası Ağdam Futbol Klubu Füzuli komandası ilə qarşılaşacaq. Hər birinizi meydançaya dəvət edirik, hörmətli futbol azarkeşləri, əziz Ağdamlılar. Hər kəs E qrupunun əsas oyununda, Füzuli ilə oyunda Ağdam klubuna dəstək olmağa çağırırıq. Bütün stadionda oturacaqlar dolmalıdır. Hər biriniz bugünkündən daha çox olmalısınız, daha çox dəstək olmalısınız komandamıza ki, əsas oyunda məhz E qrupunun Füzuli ilə başlayacaq oyununda Ağdam Futbol Klubunu tək qoymayasınız. Çox vacibdir, azarkeş böyük önəm daşıyır. 12-ci futbolçu deməkdir azarkeş. Həqiqətən də ona görə də hər biriniz meydançalara gələrək bizim klubumuza dəstək olun. Vay 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 vay. Sanki bugün bəxt üzümüzə gülmür. Bütün toplar qapının sol tərəfindən yan keçdi. Belə bəxtsizlik. Nə qədər hücumlar bax belə sonlandı. Çox təəssüf. Nə qədər qollar qaçdı məhz Ağdam Futbol Klubunda. Həqiqətən də bu qədər bəxtsizlik niyə bizdən
yana oldu. Həqiqətən də inana bilmirəm. Oyunun sonlarına yaxın bərabərlik qolu çox önəmli idi həqiqətən də. Tahir Bayramov ötürdü qarşıya. Tahir Bayramov, Sərvan Yamənli. Amma topu saxlaya bilmədi Sərvan. Pambıqçı Futbol Klubunun üzvləri qarşıya doğru atdılar topu. Məhz onların futbolçuları da mən belə deyə bilərəm ki, yarı müdafiə xətti ümumiyyətlə yaxşı təsir bağışladı bu günləri. Məhz Pambıqçı Futbol Klubunda aman vermədilər bizim oyuncularımıza. Top hara qalxdı? Nurlan Quliyev. Gözəl pas ötürdü Nurlan, amma çox təəssüf. Nurlan yan xəttdən topu oyuna daxil elədi. Növbəti bir out olacaq indi. Nurlan Quliyev topu oyuna daxil elədi. 7 nömrəli oyuncu. İndi yenə də sərt oyunu davam elətdirir Pambıqçı Futbol Klubu. Çox sərt oynayırlar bu dəqiqələrdə. Bəlkə də bu son şansdır Nurlan Quliyevin komandası üçün. Hər kəs cərimə meydançası daxilindədir indi hal-hazırda. Hər kəs, azarkeşlər qol gözləyir. Qol gözləyir Ağdam Futbol Klubundan. Gol gəlməlidir artıq. Gol! 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 Gol, 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 gol! İnanılmaz! Hesap 1-1 oldu. 1-1 oldu. Mən deyirdim, bizə gol lazımdı. Deyirdim, oyunun sonudur bəlkə də. Son hücumdu. Demiştim bunu. Bəli, gol gəldi. Ağdamın Qarabağ klubu kimi. Məhz Ağdamın ikinci komandası Ağdam Futbol Klubu da irəliləyəcək. Bəli, bu yoldaşlıq oyunuydu. 1-0 gerideydi ama oyunun sonlarına yaxın biz beraberlik golunu vurabildik. Teşekkürler Ağdam Futbol Klubu. Teşekkürler Nurlan Quliyev. Oyun başa çatır. Oyun başa çatır. Oyunun sonlarına yaxın Ağdam Futbol Klubu hesabı 1-1 etdi və 1-1 oyun belə də yekunlaşdı. Doğrudan da azizlərin sevinci həqiqətən gözlənilən idi.